Salam, biz sizinlə bugün bir dəqiqədə bir ölkə öyrənirik. Bugünkü ölkəmiz Çilidir. Bildiyimiz kimi Çili Cənubi Amerikada yerləşir və paytaxtı Santiago şəhəridir. Çilini Cənubi Amerika ölkələrinə fərqləndirən cəhət nədir? Onun uzunluğuna meridional istiqamətdə uzanmağıdır. Görürüz ki, çox uzun bir istiqamətdə uzanır və onun bu cür uzanması həm onun coğrafi mövqeyi, həm əhalisinin yerləşməsinə çox böyük təsir edir. Ölkə ərazisinə baxdığımız zaman iki okeana çıxışı var. Həm sakit, həm də burada görürsünüz Atlantik okeanına çıxışı var. Ölkənin yerli əhalisi İnkalar adlanır, lakin 19-cu əsrdə ölkə İspanların gəlməsi nəticəsində ölkədə koloniyalar yaradılmışdı və artıq ölkə həm İspan dilidir, həm də əhalidə İspan belə deyək ki, sayımı daha çoxdur. Ölkə ərazisində meridional istiqamətdə uzanan məşhur Ant dağları var. Bilirsiniz, Ant dağları Alp, Himalay, Giyasinan kanalına aiddir və bu dağlar Cavan və üçüncü, belə deyək ki, Giyasinan kanal səviyyəyə aid olan dağlardır. Ant dağları özündə bir çox vulkan, zəlzələ barındırır ki, bunlar nə deməkdir? Çünki Ant dağları Cavan dağlardır və bu dağlarda həm zəlzələ, həm də vulkanizm prosesi çox gedir, mütəhərrik ərazidir və Giyasinan kanal qurşaq ərazisidir. Buna görə də ölkə ərazisində zəlzələlərin çox olmağının səbəbi də elə biz bunu Ant dağları və cavanlıq ərazisi ilə əlaqələndiririk. Ölkə ərazisində meridional istiqamətdə uzanması nəticəsində ölkə əhalisi daha çox Santiago şəhərində yerləşir və onların belə deyək ki, həm siyasi, həm belə deyək ki, yaşayış üçün hər şey bu şəhərdə birləşdirilir. İqtisadiyyatları da, işlənmə potensialları da elə Santiago şəhəri ilə daha əlaqədir. Baxdığımız zaman şimala doğru çıxsaq görərsiniz ki, baxın, məşhur Atakama səhrası var. Atakama səhrası həm Peru cəryanını, baxın, yada saxlayın, Peru soyuq cəryandır və buna görə Atakama səhrası yanılır. Həm də ki, burada biz deyə bilərik ki, tropik qurşaq var. Baxın, Çilini yuxarı istiqamətdə tropik qurşaq kəsdiyi üçün biz ona qırıq-qırıq xətlər deyirik. Bu nəticədə Atakama səhrası yaranır və Atakama səhrası dünyanın ən quraq səhrasıdır və yerləşir harda? Əlbəttə ki, Çilidə. Bunu şəkillərdə də görə bilərsiniz. Hətta görürsünüz, burada yazılıb ki, Marsa belə oxşadılır bu ərazi. Yəni Marsın simulyasiyasıdır. Yazılıb ki, Mars Expedition simulyasiya, yəni Marsın simulyasiyası da görünür burada, onun quruluşu. Bu bayrağıdır. Burada görürsünüz, Çildəki dağ göllərini göstərir. Bu Santiago şəhəridir. Fikir versək, baxın, dağların əhatəsindədir. Çünki Ant dağları hündürdür və onun əhatəsində şəhər salınıbdır. Bu məşhur heykəl adalardır. Bilirsiniz, Çili qədim İnkaların məskəni olduğu üçün onların tarixi və mədəni irsi elə baxın, bu daş adalarla da, heykəllərlə də görsənir. Burada bir çox, belə deyək ki, Atakama səhrasında yerləşən fəza ilə bağlı elmi tədqiqat üçün hazırlanmış məskənlərdir. Həmçinin də burada Horun burnu var. Deyə bilərsiniz, Horun burnu hardadır? Əlbəttə ki, bunu da izah etmək mümkündür. Fikir versəz görərsiniz ki, Çili burada odlu torpaq adası var və Çilidə bildiyimiz kimi odlu torpağın yarısı ona aiddir. Argentina ilə bölüşülüb bu ərazi və Argentinanın və Çilinin sərhədində olan bu odlu torpaq adasındakı Horun burnu da elə aiddir hara? Əlbəttə ki, Çiliyə. Burada məşhur Magellan boğazı var, lakin hal-hazırda Magellan boğazı öz əhəmiyyətini itirib. Səbəb nədir? Çünki Magellan boğazı artıq Panama çəkiləndən sonra, kanal çəkiləndən sonra artıq öz əhəmiyyətini itirmişdi. Həmçinin də ölkə ərazisində fikir verirsinizsə, buzluq ərazilər də var. Səbəb nədir? Burada həm Antarktidadan gələn soyuq küləklər, həm də ki, iqlimin artıq kontinentallaşması ölkənin cənub hissəsində buzlaqların yaranmasına gətirib çıxarmışdı. Çili ərazisi inkişaf etməkdə olan bir ölkədir. İnkişaf səviyyəsinə görə ən məşhur şəhəri Santiago şəhəridir. Dili İspan dillidir. Öz kulturasına görə, mədəniyyətinə görə də İspan mədəniyyətini daha çox mənimsəmişdir. Lakin qədimliyinə, tarixinə görə İnka mədəniyyəti, qədim xalqların mədəniyyəti, həmçinin də 19-cu əsrdə bura koloniyalaşdırılması artıq onun qədim tarixini müəyyən mənada silməyə başlamışdı.
Ümid edirəm başa düşdünüz Çili ilə bağlı məlumatları. Kömək ola bildimsə nə xoş mənim üçün. Sağ olun.